Dəyərli izləyicilərim, hamınızı salamlayıram. Mənim mətbəximə xoş gəlmisiniz. Artıq neçə gündür ki, Bakıda havalar qarlı şaxtalıdır, soyuqdur. Belə havalarda bədənə istilik verən, güc qüvvət verən, insanı tox tutan, xəstəliklərə qarşı bədənin müqavimətini artıran qidalara ehtiyac duyuruq. Bugün mən sizə Azərbaycan milli mətbəxinə məxsus qədim tarixi olan, unudulmuş yeməklərdən birini xəşili sizə tanıtacağam. Xəşi üçün lazım olan ərzaqlar tam buğda unu. Bunun xəşili müxtəlif növ şirniyyatlar hazırlamaq üçün istifadə etdiyimiz əla növ buğda unundan deyil, tam buğda unundan hazırlamaq lazımdır. Mən 2 nəfərlik hazırlayıram. Bunun üçün 200 qramlıq stəkandan 1 dolu stəkan tam buğda unu, duz və sudan istifadə edirik. Üzərinə vermək üçün kərə yağını əldirik və üzüm doşabından istifadə edirik. Bunun üzüm doşabınız əgər yoxdursa, bunun yerinə şirin meyvələrdən əncir, qaysı, gilas meyvə suyundan, mürəbbə suyundan üzərinə əlavə edə bilərsiniz və ya bal da əlavə edib yeyə bilərsiniz. İndi işə başlayırıq. Bunun üçün 2 qramlıq stəkandan 2 stəkan suyu qazanın içərisinə tökürük. Bunu siz dərin tavada da hazırlaya bilərsiniz. Sonra üzərinə 1/3 çay qaşığı duz əlavə edib duzu suda həll edirik. Sonra 1 stəkan tam buğda ununu götürürük. Yeri gəlmişkən mən onu deyim ki, mən buğda ununu satışda olanda satışdan alıram, lakin tapmayanda özüm hazırlayıram. Buğda ununu hazırlayıram. Mən bunun hazırlanmasını, quymağın hazırlanması videomda sizinlə paylaşmışam. Linkini də altda qoyacağam. Həmin videonu maraqlananlar girib baxa bilərlər. Onu ölçüb, yenə də 200 qramlıq stəkandan 1 dolu stəkan onu ölçüb götürəndən sonra suyun içərisinə əlavə edib qarışdırırıq. Elə eləyirik ki, tam həll olsun. Un topaları suyun içərisində qalmasın, tam həll olsun. Eyni cinsli kütlənmənə gəlsin. Bunu suyun içərisində tam açırıq. Bir stəkan unu suyun içərisində, 2 stəkan suyun içərisində tam açandan sonra yenidən 1 stəkan su da əlavə edirik. Ümumi 3 stəkan su əlavə edirik. Qaydada yenidən qarışdırırıq və qazanı ocağın üzərinə qoyuruq. Ocağı orta açırıq və əlimizi saxlamadan qarışdırırıq. Bir taxta qaşıqla qarışdırırıq. Bunu qatılaşana qədər qarışdırmaq lazımdır. Və digər tərəfdə kərə yağını əriməyə qoyuruq. Bir qazançanın içərisində əriməyə qoyuruq. Artıq görürsünüzsə qatılaşıb gördüyünüz kimi mən bu vaxta qədər əlimi saxlamadan qarışdırmışam. Qatılaşmalıdır. Görürük ki, içərisində xırda hərəkətlər var, qaynayır. Bu qaydada və qatılaşandan sonra qazın altını azaldırıq. Belə qalır, isti qalsın. Və digər tərəfdə artıq yağımız pişinib. İndi mən onu milçəyə çəkib sürəyə verilmə qaydasını sizə göstərəcəyəm. Bunu milçəyə çəkirik.
Baxın, bu qaydada çəkirik və orta hissəsində bir dərinlik, çuxur yaradırıq. Baxın, ortasında belə çuxur açandan sonra tən orta hissəsindən çuxur qaşıqla çuxur açandan sonra həmin hissəyə əritdiyimiz isti kərə yağını götürüb həmin hissəyə tökürük, həmin çuxura tökürük. Bunu yağsız yemək olmaz, mədə üçün ziyandır, yağla yemək lazımdır. Və kənar hissələrinə üzüm doşabı tökürük. Baxın, bu qaydada üzüm doşabı tökürük. Videonun əvvəlində dediyim kimi bunu balla və yaxud şirin meyvələrin suyu ilə də əvəz edə bilərsiniz. Baxın, bu qaydada tökürük. Bu da mənim hazırladığım xəşil idi. Siz də bəyəndinizsə, siz də hazırlayıb dadına baxa bilərsiniz. İnanıram ki, xoşunuza gələcək. Bunun öz sevərləri, həvəskarları var. Onlar üçün çox dadlı yeməkdir. Əgər bəyəndinizsə, videonu like etməyi və kanalıma abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.